Həmçinin sünnə əməllərdən dəyərli qardaşlarım 78-ci İşa namazını gecikdirmək. İşa namazını gec qılmaq sünnədir. Hətta Peyğəmbər s.ə.v zamanında Rasulullah s.ə.v gözləyərdi. Hətta sahabələr də biz oturduğumuz yerdə də mürgüləyərdik. Yəni yuxu bizi o qədər tutardı. Peyğəmbər s.ə.v deyir, əgər bizə çətin olmasaydı, mən əmr edərdim ki, İşa namazının gecənin yarısı qıl. Yəni çətin olmasaydı ümmətimi əmr edərdim, onlar da gecənin yarısı qılınsın. Yəni gecənin yarısı qılınsın, yəni burada ixtilaf var alimlər arasında. Bəziləri deyir ki, sübhə kimi, bəziləri deyir ki, gecənin yarısına kimi, sübhə 2 saat qalmır. Yəni bu cür müxtəlif sözlər söyləyir. Amma daha belə yəni həqiqət, yəni səhih olan gecənin yarısına qədərdir. Yəni sübhə qədər yox. Yəni işanı gecikdirmək sünnədir. Onun işa namazını girən kimi qılmaq yox, əksinə gözləmək lazımdır. Gözləmək lazımdır ki, biraz vaxt geçsin. Yatmamışdan öncə işanı qılıb nə etməyi? Yatmaq. İşanı qılıb yatmaq. Ona görə Peyğəmbər s.ə.v bu sünnətdir. Bunu tətbiq etmək lazımdır.